İşlere bak. Zaten çok şeyler. Neyse mən getdim kuxnaya. Bu fazla olsun kotlet. Herkese salam. Bugün sizlerle birlikte gördüğünüz gibi bu yazı masasından çıkan bu neyse bu yeri düzenleyeceğiz. Gördüğünüz bunların hamısı, bu eşyaların hamısı. Belki başka yere de koyacağıq. Hər kəsə salam. Demək, bəlkə də bəzi videolarda göstərmişik. Bura dəhşət gündəydi də, bura kimi dolmuşdu. İndi onların hamısını boşaltdıq. Bəzi kutular vardı, yuxarı qaldırdıq. Buranı qəşəng sildik və indi buranı Zeynəb yazı masası kimi bərpa etmək istəyir. Yazı masasıydı, amma biz oranı beş-üç masası kimi istifadə edirik. Burada yazı masasıdır. İndi oradan çıxanları bura qoymuşuq. Bir də burada masa var. Zeynəb deyir ki, bura daim belə olur. Mən burada deyir yaz yazarım. Burada mən paltar tülürəm qızlar. Hə, burada Züleyxa gül qurudur deyənə üstünə ağırlıqlar qoyub. Baxaq sən gülüvə. Altından göstərəcəm dayan. Baxın Züleyxa orada görsən Züleyxa rahat olma. Züleyxa orada gülləri qurudur. Hə. Burada paltar tülürəm. Adətən də paltarları ütüləməkdən zəhnəm getdiyinə görə 2 gün, 3 gün, 4 gün, 5 gün burada qalır. Paltarları yığıram və sonra bunları ütüləyəndən sonra avtomatik təzədən paltar çıxır. Çünki çox paltar ütülüyürük də, çox paltar yuyuruq. Bunları boşaldandan sonra təkrar paltar olur. Ona görə bura həmişə dolu olur. Uşaqlar, sizə də əgər bir videonun, yəni puzzle eləmə videosunun gəlməsini istəyirsinizsə, yorumlara yazın. Bol-bol şərh yazın. Ümumiyyətlə bol-bol şərh yazın ki, biz də nəsə istədiyiniz videoları bilək. Yaxınlaşıb yolda, çöldə nəsə deməkdənsə videolarda yazın. İndi buranı da boşaldacağıq. Buranı da silək qəşəng. Buranı da səliqəyə salaq. Burada mənim canamazımdır. Burada namaza aid şeylərdir. Deyir ki, Quran kitabı da çərəkədir. Bir də nə bu Zeynəbin hədiyyəsidir. Əmisi doğum günündə almışdı. Doğum günü. Aç yenə baxaq. Belə. Əmisi doğum günündə almışdı. Təbii daşlardan qol bağlanan saat. Bir də Zeynəbin də bir hədiyyəsini göstərdi. Hansı hədiyyəsini gətirsin göstər. Arı. Hə, bir də ki, Zeynəbgil yeni ildə çəkiliş. Çəkiliş hədiyyəvi heç göstərmədik, hə? Hə, bu videonun içində göstərirəm. Hə, çəkiliş etmişdilər. Hamı ev ki, yeni ildə kim kimə çıxmışsa, o ona hədiyyə almışdı. İndi Zeynəb öz hədiyyələrini göstərir. Deməli, yeni ildə Zeynəbə mələk hədiyyə almışdı sinif yoldaşı. Belə bir qutuda almışdı. Öncə qutusu çox qəşəng idi. Xoşum gəlir hədiyyəli şeylər belə bir şeydə verəndə. İçindən belə bir arı brylyok çıxıb, əl əməyi, toxunma. Çox qəşəng idi. Zeynəb çox sevir bunu. Qanadları əzili başqa. Sonra nə var idi? Bir dənə də belə dəftər var idi. Süslü dəftər, qızlar arasında məşhur olan süslü dəftərlərdən. Zeynəb də, Zeynəb sən kim almışdın? Ayşəyə almışdı. O da süslü dəftər almışdı. Çünki heç belə nə bilim, axır vaxtlar nəsə hədiyyə almaqda çətinlik çəkir insan. Getmişdik, çaşkalara falan baxmışdıq. Çaşkalar çox böyük olduğuna görə nəsə mənim ürəyimə yatmamışdı. Parıldadın, işıq saçdın, çəkilə bilərsən. Hə, belə. İndi mən kameranı qurub qoyacağam. İçi də belə. Dəqiqə. Kiçik bir vlog olsun, qızlar tətil günlərində. Bu arada dostlar, mən sizə deməmişəm. Amma əksər hallarda. Qırağı belə olanlar içi bəzəksiz olur. Əksər hallarda. Ancaq qırağı tikişli olanlar. Belə olanlar. İçi süslü olur, hə? İçi vərəyi süslü olur. Məsələn, ajan. Zeynəbdən sizə tüyo gəldi. Alanda biləcəksiniz. Aha, buradaymış. Bunu axtarırdı. Özü düzəldib. Baxın. Görün nə qəşəng düzəldib. Çox maraqlı görsən. Mavi ilə gümüşünün birləşməsi çox qəşəng görsən. İndi kameranı quraq. Qəşəng yığışdıraq. Sonra gedək yemək bişirək, yemək yeyək. Tək, yəni yığışma səliqə videosu olmayacaq da. Yəni buranı yığışdıraq. Dedim ki, tətildə evdə vlog çəkə bilmirik. Ən azından bu bir vlog olsun. Öncə oranı yığışdıraq, səliqəyə salaq. Düzdür qızlar. Sonra gedək yemək hazırlayaq, yeyək. Dostlar, mənim konserimə baxın. Bu arada qızlar, bu axşama kimi belə qalacaq. Çünki gedirəm çıxolları yuyuyam və çıxolları yuyub qurudub ütüləmək məcburiyyətindəyəm. Çünki Zeynəb, Züleyxa və biz üçümüz də taxt çıxolu istifadə etdiyimizə görə, mən dəyişiyə çatdıra bilmədiyimə görə yuyub, ütüləyib təkrar istifadə edəcəyik. Ona görə onları da yuyum, sonra gətirim, hamısını ütüləyəcəm. Bir dənə belə eləyərəm, qış ütülənərlər. Hələlik buranı yığışdırmağa çəkərik. Bunlar indi
tripodumuz balacadır. Tripoda qoyub kənara qoyanda videonu çəkmir. Əldə tutub çəkəndə də iş görmək olmur. İndi yığsınlar yerinə hər şeyi. Sonra gedim yemək pişirim, yemək yeyək günorta üçün. Saat neçədir? Ay, gecəz baxın. Sonra nələr bizə? Bunu mən çıxartdım bayaq. Telefonu bura oturtmaq istədim. Girdi. Ben böyle bazı notebooklarım buradadır. Belələri şeyləri var. Rəngli zərli qələmləri var. Bu bərabər ikivizindir də, hə? Yox. Dəftər axı tamamıyla. Sən dəftər alacağam dedin də özümə ona görə. Hə də o da ondan alacaq da özünə. Tamam, yığın, yerləşdirin. İkimizin sayılır, ortaq sayılır əslində. Ona görə. Amma yenə də mənim bu yeni ildən qalma hədiyyələrdəndir. Bunu hara qoyaq? Bunu bir yerə dürtəli təpişdirərik gedər. Ay Zeynəbin kitablarını. Bu arada. Mənim bir sürü kitabı şeyim var. Bura kitablarını yığırlar, dərs kitablarını. Bu əslində Zeynep düşür. Bu əslində burada belə asılı vəziyyətdə olmalıdır. Ancaq arxasının dəmiri yoxdur yenə. Tuturdum belə. Sürüşkəndir də yəqin. Yox, çünki burası yaşlı. Çox su elədim də, çox su eləyib bitirdim orayı. Bunları götürək, yerləşdirək. Saat. Örəklərimiz uşaqdır. Yox, mən telefonun altına qoymuşdum, axı tripod kimi hündürləşdirmək istəmişdim. Xoşum gəlmədi, çıxartdım. Məsələn, yaxşı. Heç mən özüm keçdim. Dostlar, əsr bura olmalı. Baxın dostlar. Brülokları. Bunun burası qopub, amma tikilən bir şey olmadığına görə belə qalıb. Bir gözləsəydim bari. Bilirsiniz dostlar, nə almaq istəyirəm? Bir dənə brülok təzə almaq istəyirəm. Niyə almaq istəyirəm bilirsiniz? Orayı aşağı qoy Bu istəyirsən. serisindən. Ya da şu qulpu nəyə qoy şey. Baxın, bu seriden almaq istəyirəm. Qəşəngdir o. Rəngləri çox qəşəng, canlı. Amma bunun elə bir ki, başqa formasından o seriden də. Anladın? Onları Bu da ona mənim. qoyma cücü. Yox, işığa ona yer. Telefonumun kamerasıdır. Onu qoy, işıq qala bilər. Bunlar da broşkalar. Qızlar, biz balaca sajım alırdıq əvvəl çox. Mənim saçım qısa idi, kəsdirmişdim. Amma indi qızların da saçı uzanıb. Mənim də saçım qalın olduğuna görə bizə balaca sajım yetmiyor artıq. Biz də böyük sajimlər almağa başlamışıq. Bu mənim köhnə kaşlakumdur. Zeynəbə vermişəm. Pul olanda içinə pul yığır. Bunu qoy, istən çəkməcəvə at istsən, yoxsa? Yerimizdən durduğumuza görə. Zeynəb hələ səhər çörəyi yeməyib bu arada. Züleyxa pendirlə bir damcı yeyib. Pendirsi. Oy. Bunu hələ qoyum. Onu mən bir yer tapıb şeyli qoyacağam. Hələlik siz Amma pasada yeyin. qoy. Bu da yuxarıdadır korobka, ona görə. Bir yer tapıb qoyacağam mən. Bu arada bu korobka için hamısı Zeynəbgilin şeyləridir. Bu oynatdıqları, altda oyuncaqları, bu gitarın korobkası falan. Bunlar artıq stəkanlarda. Bunlar kuxnaya gedəcək. Bunu qoymaq istəmirəm. Yox, bura qoy. Əminincə boya şeyimi götürüm qoyum. Boya nə? Boya şey nədir? Onu hara qoymaq istəsən? Onu da bura qoya bilərsən də. Buradan dik səliqəli qoya bilərsən bir tərəfdən ki. Bu arada bir dənə təzə. Hələlik qalsın. Brülyoka baxın bir dənə təzə. Mhm. Bu sinədə. Sən brülyokunu da tamam verdin. Baxaq. Hə. Çünki Sən bir dənə brülyokunda mənim qutumdadır, qızıl qutumda, onu da gətirib bu yana qoya bilərsən. Üstünə Zeynəb yazılan. Zeynəb xəstə olanda atasında brülyok almışdı. Üstünə Zeynəb yazılmışdı. Özüm eləmişəm. Onu əlində saxlayın. Baxın. Aslında onun limiti dəmiri var. Hası daha gözəldir. Məncə bu. Bu tərəfdəki dəyərlər like alsın, bu tərəfdəki dəyərlər daha yaxşıdır. Mən də bunu sevdim. Mənim Bunu tərs məsələn bu. tutmamısan, tərs tutmamısan. Biz tərs görürük. Tərs düşsün. Hı. Mənə görə elə düzüydü. O şirinsən də, şirin. Bunu özüm düzəltdim, belə silib düzəltdim. Gördün arxıdı. Tamam. Buydu. Buranı düzənlədik. Nə qaldı artıq? Kitab kimi şeylər vardı. Bunlar. İndi bunları hara yığacağıq? Puzzle da yuxarı qaldıraram bir dənə mən. Bir dənə puzzle qaldıraram Amma yuxarı. puzzle eləmək istəyirdi. Özünüz bilin, oynalar sonra qaldıraram. İndi bura kitabları, kitablarına nağıl kitabların səliqə ilə nağıl kitabıdır. Olsun da, yığ. Yığıb. Bu da nağıl kitabıdır əslində. İçində nağıl Amma bunlar yox. Bunlar sizin öz oyuncağınız, özünüz saxlamısınız da. Bunu zibilə atıb. Bu gündəlikdə üzü qopub sadəcə. Axı bu müəlliməmin şeyinə görə şeylər. Yox, hər il gündəlik yazanda baxıram, bax köhnə. İndi var da əlimizdə gündəlik. İndi var.
Bax da indi Bu Zeynəbin Zeynəbinkidir, hə. Aa bu buralar. Nədir ki o? Səninki. Ayşe şey eləmişdi. Hə. Bunlar, bu üzü bax Mən bunu bu dəftərlərimizi belə buraxmam. Züleyxa, bunu üzü işləmisən. Bunu Dostlar. atmağa da adam nələ Burada- gəlir, kitab tərzi şeyləri. Dostlar, Amma bunlar bunlar hediye hansız? veren herkese çok teşekkür edirəm. Ana. Hı. Bunda şey. Bu 4-cü bunlar sinifdə zibilə bunu gələ saxlayacaq bilər. Züleyxa Bunlar mən zibilə oxumağa. atmaq istəmirəm. Bəs bunlar nədir? Bunlar nerede? Azərbaycan dili dəftərim. Yox, zibilə. zibilə gedəcək bunlar. At bura yaxşı. Amma bunlar zibilə gedə Elə bunu bilməz. da atıram, çölə qoyarıq da. Şey, Bunu ocaq zad atım. qalanmağa da lazım olsun. Nədir ki o? Nə yazılıb içinə? Yetmən lazım deyil. Yox, nəsə lazımdırsa yazılıb elə bir. Anne Bunlar bunları mən zibilə ata lazımsızdır, bilməyəcəm. arxasında şəkil zad çəkirlər deyəndə qalıb. Atma da quzum, atma. Çox yorucu. Sen yazmışsın. Mən Bu da getmir zibilə. Çünki sadəcə bir albomdur. Bence bu gelir zibile. Burayı tamamilə dolduracağam. Bu zibile gelir bence. Mən bunu fabrikdə işləyən vaxt yazmışam. Mənim xəttim oxşamır Zeynəb. Ne? Mənim xəttim oxşamır. Atamın onda. Benim ilk şey çektiğim şekil. Ana. Hı. 5 yaşında ilk harfleri öğrendiğim anda çektiğim şekil. Doğrudan. Ha. Şeydi bunu şeyin çantamın içinden kerçin çantam attık ha. O içinden çıkartıp koymuştum aralarına. 5 yaşda çəkdiyi şəkil deyil. Ay ya. Bunu saxla da. Bunları saxlayırsınız. Buna baxaq. Bax bu da 2-ci sinifdir. Bunu yəni işləməyin anlamı yox. Çünki 3-ə gedirsən. Bu nədir? Bunu işləyib bitirib Züleyxa. Zeynəbin hazırlıq testi idi ingilis dilindən. Amma Züleyxa bunu içində yerlər qalıb məncə, hə? Bir bak. Qalıbsa bu qalsın. Bu isə 4-cü sinif dinləmə oxuyub anlamadı. Bunu Züleyxa Baba, ortalar işləyər azı 4-ə boşdur. gedəndə. Ortalar çünki işləmirəm mən. Onları işləyərsən. O qalsın. O bu. Bu üçü qalsın. Bu üçün qoyaram yuxarı bununla bərabər. Amma Bunlar bunu atılacaq. Bunu da atacağım. Bu da oxuma nağıl kitabıdır. Nağıl kitabları. Dostlar size bir de sanat eserimi göstermek istiyorum. Sanat kitapları sanat eserimi. Bunu nə edəcəyik? Bunu atacağıq. Ben çekmişim. Saxla da onu da. Bu nədir? Neçənci sinifdir? 4-cü sinif informatika iş dəftəri. Və Boş yerlər var. bəmbəyazdır. Bunu Mənə Züleyxa lazım olacaq. işlədəcək. Bunlar qalır. Bunlar atılacaq da. 4. sınıfta intim. Zeynəb bizə şah əsər göstərəcək. Gözləyirik Zeynəb. Və bu da bitir qızlar. Ora səliqəyə düşür. Burada Züleyxa gül qurutduğuna görə bu qalır. Belə. Bunun çok ağ bereği var hadi. Yox, verin. Bak. Gösterelim diye. Bu sefer Şah əsəri göstər. yaşa. Sen başka işlere bak. Dərsəm çox şeylər. Ay, belə bir şey çəkib. Bunun birini də buradan çəksəydi, göz kimi davam eləsəydi, çox qəşəng şirin bir şey alınırmış. Uş. Ay bunlar geçməzdən Şirin. bir dənə göz, bir dənə burun, bir dənə ağız. Bunun kimi bax, bir dənə ağız, bir dənə burun, bir dənə göz. Mənə bax görüm ay. Ay. Mənə bax. Mata. Mənə bax. Ay kukuşlarım mənim. Atmaq istəyirsən sən yoxsa? Bu qalsın da rəsmlərdir. Hakikaten. Mən əlim gəlmir belə şeylər. 11 yaşımda, mən 11 yaşımda. Mənim əlim gəlmir atmağa uşaqların rəsm əsərləri falan əl işdən. Mən Ay anne, 11 buradan nə yaşımda şirin görsənir. Mən sana baxıram. Atma, bunu saxla. Bunların yanına qoy. Tamam, qaldıraram onu da yuxarı bunlarla bərabər istəsəz. Ana, o pasını İndi bunu bir yuxarıya yerə qoy. qaldırmarsanız biz. Hətta quraşdırın, sonra qaldıraram. İndi əsas önəmli məsələ bu kitablar, nağıl kitabları. Nağıl kitablarını gəlin bura qoyaq, hə Zeynəb? Nağıl kitabında dərs eləyəndə heç bir maneçiliyi olmayacaqdır burada. Burada Züleyxanın yerinə kitab qoymuşuq. Bəlkə bura qoymuruq. Yox, bu hündürdür, yerləşmir, hə. Bunu bu kitabı Zeynəb kitabxanadan gətirib oxuyuruq hər axşam. Düz içində biraz uyğunsuz yerlər var. Oralara təbii ki oxumuram. Öncə gün verməli idi. Ay, tətil oldu deyənə getmədik deyənə qaldı. Tətil olmadı bizə. Bizə tətil deyildi. Zeynəb çəkmədi. Zeynəb, o hədiyyəvi hara qoyarsan, qaldı orada. Sənə verilən şeylər. Zeynəb özünə verilən şeylərin hamısını qutusu ilə falanla saxlayır. Heç vaxt atmır. Yəni belə hədiyyəyə qarşı çox diqqətsizdir. Yəni bunları elə bura qoyum hələlik belə. Dursun. Bunu da üzün çevirəcəm. Burada ne işi var? Nə bilim, atılacaq kepkan, bilmirəm ki. İstifadə edirsiniz ki. Yox, eləmir. Zeynəb öz kuklasının Barbisinin paltarlarını şkafına yığır. Zeynəb hər şeyin səliqəli saxlayır bu arada. Neçə illər öncə alınan kuklanın paltarı falan hər şey. Süleymançılar da saklıyor. İndi mən ara verim. Qızlar kuklanı göstərim çünki kuklada işim var.
Qabları yuyacam, sonra günorta dediyim kimi yemək bişirəcəm. Bir günlük vlog olur onda bu. Yox, həm təmizlik biraz, həm də biraz bizim günümüzdən biraz da belə norm ortaya qarışıq bir video olacaq. Gerçi Belə. burayı zaten təmizləyəcəkdik. Dünən bu arada mən xalçasını çırpdım buranın. Yerini qəşəng tozsoranladım, sildim. Xalçanı çırpdım, gətirdim, təzədən bir də üstünü tozsoranladım. Və yeri də qəşəng sildim, şeylə sildim yeri. Dərmanlı su ilə, mən heç vaxt sadə su ilə yer silmirəm, xoşum gəlmir. Deyəm, girmir Ver ben başıma. tutum. Ay güzgümüzün kürünə. Girmir başıma, arxası bağlıdır axı, arxasını aç. Dostlar bu arada çorapdan paltar çıkan var kuklalar için. Mən uşaq vaxtı çox tikirdim. Ben de çıkan. Çox xoşum gəlirdi və ən qəşəng axı corabların qəşəng bəzəkləri zad olur. Hələ sizdə çox da bəzəkli corablar yoxdur. Necə qəşəng bəzəkləri olur corabların. Ay qızım gözümə girdi. Ben bu kadar indi bunun içindeki bu kadar. Belə yakışıyor mu? Normal papaq deyə bitər Ama qalır. ben de güzel Heç rahat yakıştı. oturmur. Bunun üstüne Yayda güzel uşaqları yakıştı. məktəbdən götürməyə gedəndə, yayda deyəndə ki, dərsin axırlarında çox isti olur, sentyabrda çox. Kepka aparanda onlara yolda özüm belə tuturdum. Öz başıma gün düşməsin. Amma qızlar normal, heç normal taxdıqlarını hələ də görməmişəm bu kepkaları. Dediyim kimi də Dostlar, rahat oturmur. bunun ne için bilirsiniz? Deyəm dənəm göstərəcəm. Her iki tarafta kalem yığmak içindir. Hı. Arkasından aslında boş olur. Göstərəcəm deyəm. Resimler zatları var. Bərkitmə atın. Yemin de bizim de çoxlu qələmimiz var evdə. Ancaq mən bu qədər yığınlı kukla paltarını hələ qoyum deyə. Yo, sənin olsun, sənin olsun. Üstündə qəşəng çəpənəklər var. Bunu Zeynəb əvvəllər 5 yaşdakına marker yığıb məktəbə apardı. Hayır. Hə. Yo, məktəbə aparmayıb. Həm 5 yaşında Zeynəb məktəbə getmirdi ki. Onda korona vaxtı idi, dərslər onlayn idi. Bir gün getmişdi sadəcə deyəsən, qalanın onlayn keçmişdik. Bir gün getmişdi, sonra xəstələndiyinə görə getməmişdi, sonra da onlayn dərsə keçmişdik. Yəni getməmişdi məktəbə. O da Züleyxanın balasıdır. Bax, donur, şərtdən zaddan bağlayıb canın isti bilir, canın qədrini bilir. Bu da Zeynəbin balasıdır, Stik. Zeynəb Stiki çox sevir. Mən də putanamı çox sevirəm. O da onun ayısıdır. Dostlar, kim bilmirəm Stiki çox sevə bilər, amma mənim qədər çox sevmirəm. Mənə heç də tatlı gəlmir, nəsə bilmirəm niyə. Nəysə, mən getdim kuxnaya. Deməli, burada biraz qablarım var. Axşam tənbəllik eləmişəm, qabları yumamışam. Amma yuxarıya qalxdım. Bunları yuyacam. Hə, gəlirəm bunda, gəlirəm qalacam. Bunları yuyacam və biraz yemək bişirəcəm. Axşamdan birazcıq dolmamız qalıb. Biraz da kotlet eləyəcəm yanına. Belə. Süperdə. Deməli, qızlar, axşam bilinçik eləmək istədim. Ürəyim dəhşət bilinçik istədi və bildiyiniz kimi axşam baxanda artıq nə ərzaq varsa ondan istifadə etmək məcburiyyətindəsən. Yumurta yox imiş. Mən də yumurtasız elədim. Yəni düşünün ki, yumurtasız bilinçik nə dərəcədə alınardı belə. Və bunlar çıxolları, pəsnələri çıxartmışam hamısını. Dediyim kimi yuyub, təcili ütüləyib, qurudub götürməm lazımdır. İndi bunları maşına atacağam. Bu qabları yuyacağam və sonra günorta yeməyi hazırlayacağam. Belə. İndi bunları basaq maşına. Təbii ki, hamısını tutmayacaq maşın. Etap-etap yuyacağım. Yəni çıxollar çox vacibdir. Yastıq çıxolu, prasina zad yox. Yox, bu yox, bu yox. Bu vacib deyil. Hə, de bu. Züleyxa nağıl danışır bu arada. Qulaq asırıq. Asırıq qulaq. Mən Zeynəbə verim, Zeynəb sənə versin. Yox, sən atana ver. Telefonu. Atam Zeynəbə versin. Mhm. Başqası telefon. Qalmadı 2 telefon. Hə, mən telefonumu ataya verim, ata öz telefonunu Zeynəbə versin. Elə. Amma sən telefon almışsın. Hə, elə. Biri var imiş, biri yox imiş. Göydən 3 alma düşdü. Bunları yuyaq. Davam eləyərik qızlar. Bunları yuyaq. Çöldə ip doludur bu arada, amma heç olmasa nələrsə alıb, nələrsə əvəz eləmiyorlar. Bu arada bunlar çift deyil qızlar, şeydir. Klar almışdım bir dəfə. Kların mətbəx təmizləyicisini vuranda rəngini soldurub belə axıtmışdı. Ondan qalıb belə. Hə dostlar, adam indi qabıyır. Əlimdə dəhşət dərəcədə quruma, çatlama, allergiya, qaşınma, hər şey yarandığına görə son zamanlar qabları əlcə ilə yuyuram. Yəni şampun əlcə əllərimə pis təsir. Amma qıpqırmızına gedəcək. Narıncıya oxşuyur kamerasız. Amma açıqdır. kamerada tam qırmızıdır, qıpqırmızı. Öncə bunları yuyaq. Sonra qabları şampunlayaq. Aha. Züleyxa gir bu arada burada puzzle düzəldirlər. Niyə belə oldu ki?
Hazır yığıblar. Bir qismini yığıblar, xeyla qismini. Ha, həqiqət düz tapdım Zeynəb. Bax. Bunu ora soxdu. Adamın üzünü gördük. Bunu neçə yaş olanında alınmışdı? Çoxdan alınıb, 4 il olar, hə, məncə. 3 il ən az var. Ən az 3 il olar ki, alınıb bu puzzle. Kotlet eləyəcəm. Mən kotlet eləyəndə, bu arada paltarımı dəyişdim. Ağırlıq hiss edirəm, başa düşmürəm ki, şeydir, əlimdə jaket var, qalındır. Gedib axır çıxartmışam, mən üşüyürəm, üşüdüyümə görə gördüyünüz kimi qalın, üstündən də qalın geyinir. Deməli, bunu tuşlardan öyrənmişəm də. Kotlet eləyəndə içinə çörək, içi istədib qatıram. Bir də qızlar, qabartma tozu ya da nə bilim, soda. Soda, qabartma tozu kimi nəsə qatanda kotlet yumşaq olur. İndi bunun içine qoyacağım. İstansın. Qəşəng islanmalıdır. İçi istansın. Yumurtamız yoxdur. Toyuqlarımız yumurtamız. Bu islansın qəşəng. Bu burada islanacaq. Mən də kartoşka soyacağım. Sarımsaq qatacağım. Sarımsaq çox dadlı deyil kotletə. Kotletə ən dad verən şey sarımsaq. Sarımsaqsız eləyəndə o dadı almaq olmur. İndi kotletə kartoşka soyaq. Sarımsaklarımız da böyle cücermişler. Bak böyle bir tane aldılar. Ama böyle tamam olanları alıyorum. Allah. Ben çağırdım. Kartoşka da elə bir vəziyyətdədir ki, soyanda heç nə qalmır. Mən kartoşkada belə şeylər qalanda xoşum gəlmir. Hamısını kəsib atıram. Soyub soğana çevirirəm kartoşkanı. Buna baxın. Və kəsdikcə kəsirsən. Daha nə kartoşka qaldı qızım. Bunları qəşəng blenderdən keçirəcəm. Blender deyəndə parçalayıcı deyim də. Yəni əl blenderindən yox. Hə. İşi keçirəcəm yumşaq olsun da. Tyorkadan keçirdəndə iri kimi qalır. Onu Züleyxa yemir deyənə. Bunu keçirtmirəm. Tətildəyik, qış tətil. Qış tətilində deyilir, əslində bazar günü də artıq yarın həftədən qış tətilində. Biz bazar günü bugün hələ. Və qızlar biraz qripdə hərdilər. Biraz asqırırlar, biraz öskürürlər. Mən də məşq var idi, saxlamadım. Çünki çoxdan da məşqə getmirdilər. Qışdır deyənə, zallar soyuq deyənə, məşqə gedə bilmirlər deyənə. Dünən saxlamaq istəmədim. Ancaq gedib gəlib lap da şey olurlar. Düz deyil, məşq xeyirdir, amma çıxandan sonra nə bilim orada özləri necə dəyişirlər, tərlərini silirlər, silmirlər. Ona görə məşqə getmək yəni bir şey deyil. Məşqdən sonra gərək özünü isti saxlayasan. Qızlar, demə belə qərara gəldim ki, vermişil eləyim. Vermişil nədir? Makaron eləyim. Kotletin yanında yeməyə qəşəng. Bu arada makarona biraz da vermişil qatdım. Vermişil bu şəkildə necə pişirəcəm bilmirəm. Makaronu həmişə mən bu cür pişirirəm. Yağda qovururam, suyunu tökürəm, suyunu çəkir, çox da ləzzətli olur. Qaynayıb süzülmədən 1000 dəfə qəşəng olur. Həm yapışmır, həm qəşəng olur, həm dadlı olur. Amma vermişil o cür pişirməmişəm. Bəzən bunu belə də pişirə bilərsiniz. Makaronu burada qovurub, içinə tomat, sos, nə istəyirsinizsə qatıb qovurub, suyunu töküb pişirə bilərsiniz. Ya da soğanı qovurub, qiymə, qəşəng qiyməni içində qovurub, amma tam qovurub. Sonra makaronla biraz qovurub, suyunu verib, dəmlənməyə qoyanda çox gözəl olur. Xincər kimi olur da, üstünə bir dənə də sarımsaq qatıq, super olur. İndi mən bunu işlədim. Bunu işlədəndə söndürmək məcburiyyətindəyim, çünki çox pis səsi var. Köhnədə bu, ona görə motorunun səsi çox pisdir. Təzə oradadır. Ərmirəm də oradan çıxardım işlətməyə. Köhnəni işlədirəm hələlik. Bunu işlədim, bunu çəkim, kartoşkanı, suyunu sıxım, qatım ətə, olsun kotlet. Tamamlayıblar, sevinin. İşığı yandırsaydınız. Bir dənə işığı yandırasın. Tamamlayıblar. 2 parçası əksi idi. Çünki bir ara itirdi. Mən qoyurdum, itirdi. Sonra bezi mənə tulladım deyəsən. Böyrü cırılıb. Tamamlayıblar. Aferin sizə. Kəndimizi şıp alqışlayaq. İndi daha xırda parçalı puzzle almaq lazımdır sizə. Bu biraz daha iri parçalıdır, daha rahatdır. Böyüdüyünüzə görə sizə daha iri parçalı puzzle lazımdır. Oş, mıncanaqlar. Oh. Tamam, mən gedim yeməyimizi həll edeyim. İndi
Makarona su tökəcəm. Biraz su əlavə edəcəm. Belədir. Biraz daha su əlavə etmək lazım ki çiğ qalmasın. Ağzı açıq pişirdiyimə görə, yəni suyunun çox olmalı, önəmi yoxdur. Qəşəng pişəcək burada. Bunu da götürürüm indi. Bunu mən suyunu şeylə sıxacam. Sıxacam deyəndə bunu da süzəcəm, suyu getsin. Sonra istifadə edəcəm. Dostlar, mən anamın yeməklərində bayılıram. Biraz çəkinim. Ne haber dostlar? Neçə həftədir qarşılaşmırıq. Biraz da çəkim sonra. Elə belə. İndi bu video demək olar ki, ya sabah ya da ki bu gün axşam. Yox, bugün axşam yox. Sabah yəqin ki yükləyə bilərik. Hə. Aha. Yox. Bunu burada kızlar setkaya tökürəm. Setkada suyunu sıxacağım. Suyunu sıxmayanda içində qara qalır. Setkadan suyu sıxacağım. Burada katet dağılaraq da su olanda. Ona görə qəşəng sıxacağam. Bu arada kızlar, mən bu köhnə blender setimin, bu da setidir. Hardasa 12 yaşı var artıq. O qədər eski yəni. Yəni altı da çıxır bu arada, təmiz rahat şəkildə yuya bilərsiniz. Amma köhnədir bu. Yəni köhnə deyəndə ki, çoxdan almışam və motorunu bir dəfə əlimdən yerə saldığıma görə də pis işləyir. Amma yenə də yaxşıdır. Və bilirsiniz ki, qızlar, kartoşka bıçağı xarab eləyir və bunun içində olayıcısı bıçaqdır. Mən bunda çox kartoşka çəkdiyimə görə bıçağı da köhnəlib artıq. Yəni ona görə köhnəlib. Və indi bunu burada qəşəng sıxışdırıram. Gəlin çörəyi də ataq bura, qəşəng sıxılsın, suyu getsin. Amma bunun içində bu qəflə yerlər nədir ki? Qovrulur da. Suyun get tökdüm, biraz qovrulur, qızarır makaronlar. Qəşəng makaron vermişil qarışıq. Yanında da qəşəng kotlet. Ən sevdiyim bəlkə də yeməklərdən biri də kotletdir. Kotleti çox sevirəm. Bir də isti-isti pişirə mən çox yemək yeyənəm. Pişirdiyim yerdə çox yemək yeməyi sevirəm. Mən bunu nə İsti çörəyin arasında qoyuram. Mən bunu da təsəvvürəm. Belə dairəvilər olur, ha belə dairəvi. Amma belə combul dairəvilər. Onlara bayılıram. Belə deyim nətə, belə avutlayıb, amma gəlsin gəlir. Amma çörəksiz, direkt çörəksiz. Bu arada mən açmışam. Kotleti hazırlayana qədər mən yəqin ki dolmadan yeyəcəm. Çünki mədəm incidir. Soğan olmasalı. Hə da ondan yeyəcəm. Soğan yeyəndə mədəm çox incidir qızlar, amma özümü saxlaya bilmirəm soğan yeyəm. Dəhşət dərəcədə mədəm günədir. Yox, bunun içini yaxalayım gəlim. Bunu hara qoyum bəs? Bunun içini yaxala bir də mənə. Bunu istiyorsun. Nə oldu? Bu səsini də artıq. Gətir də mənə. İçində kraxmal qalmışdı ona görə. Mənə. Tamam. Sən. Bunu tökürük. İşte her işten kömək edirəm. Hər işdə belə bəzi işlərdə. Amma dərsdən təzə gəldiyimdə kömək edə bilmirəm. Çünki hani ya yemək yeyirəm ya ki dincəlirəm. Çox az istiot atacağım, çox istiot atacağım. Mən də acı sevirəm. Aslında çıxdım. Az da buz atacağım. Sarımsaq olanda çox uzatmağa ehtiyac olmur qızlar. Sarımsaq biraz şey verir yəni acılıq. Amma sarımsaq yerine sarımsaq tozu da istifadə edə bilərdim. Heç ağlıma gəlmədi. Buranın yarısındayım. Bir dənə yediyim üçün aldım sanki o sarımsaq tozunu. Yox, çıxıram. O gün keçə açıyanda başqını eləmişdim. Suyun altına qoyduğum əti də ilə başqını eləmişdim. Qızlar içine kıyma katacağım. Biraz yanıma gəldim. Kıyma bilirəm. Hə, qabartma tozu. Deyirəm, masal deyil yəni. Ana, Türk deyəndə hangi qabartma tozu tökmək dadı olsun deyə. O yumşaq olsun yəni tökün. Mən türklərdən öyrənmişəm. Hə, türklər elə Azıcık edir də. qabartma tozu tökürəm, çox tökürəm, acı olmasın. Baxın. Ay qızlar. Mən gedim kotletləri hazırlayayım, özüm də bir şeylər atışdırım, sonra çəkməyə davam edərəm. Hə, qızlar, yemək hazır oldu. Hərəsinə qəşəng makaron vermişil qarışıq. Qəşəng yanına da kotletləri qoyacağam. Ləzzətlə yeyəcəklər. Yəni üstünə də mayonez, ketçap sıxacaqlar qəşəng. Ləzzətlə, qəşəng, dadlı yeyəcəklər. Günorta yeməyimizi yeyək. Zaten bugün sadəcə güya təmizlik vlogu kimi çəkirdik, o şkafı yığışdırmaq. Arxasında da belə çəkdik. Bunu da yeyəcəklər qəşəng. Hələlik buradan, hələlik deyirik. Görək arxasınca nə çəkəcəyik, nəsə çəksək paylaşarıq. Paylaşmasaq da buradan hələlik sağollaşmış olaq. Bay bay. İndi çıxmışıq həyətə. Həyətdə ilə qəşəng hava var. Qəşəng günlü hava var. Rəsmən yaz. Qış deməzdim.
Burada mənim nərgiz güllərim var. Uşaqlar bir kutkalarımız, mən sizin kutkalarınızı da yumalıyam. Kutkalı göstər. Baxın kutkanın burasına. Mənim üçün niyə özəlliklə yuyulmalıdır? Mənim üçün özəlliklə niyə yuyulmalıdır? Züleyxa bununki özəl. Mənim üçün özəlliklə niyə? Tapdalayırlar çünki məktəbdə. Yerə salıb tapdalayırlar. Burada mənim nərgiz güllərim var. Sadəcə bu qədərdir. 3 topa, 4 topadır. Amma indi şeydə burada qəşəng açmaq istəyir. Evə qırıb qoymuşdum. Açdılar, soldular, atdım. İndi görürəm ki, buradan təzə nərgiz çıxmaq istəyir. İnşallah çoxalar bura bütün nərgiz gül olar. Bax. Like atın. Abunə olun. Evet. Like atın. Mən paltar sərməyə düşmüşəm qızlar. Biz toyuqları bəsləyən olsun acıcıqdılar. Gəlin. Get. Bu arada o tərəflər hər yer qurudu. Bura gün görmədiyindən görə bura palçıqdı. Yolu yemək gətirirəm. Yolu nələr doludur? Əlin doldurub da bacısı. Bax, göyər taparır. Mən çəkim, sən gəl ayaqqabı gətir. Ver mən özüm çəkərəm. Dostlar, gəlin gedək. İndi nərcizləri ayaqlamayaq. Nərcizdir ki bu, yox deyil. Neyse, boş ver. Bunun üçün səsi gəldi. Gəlin indi, günəşdən də görə bilmirəm nəyi çəkdiyimi, boş verirsiniz. Toyuqlara yemək aparacağıq. Çox yemək aparmaq istəyirəm. Ay! Ay! Oy, bismillah. Oo! Gedirik. Getdik. Mənim şapirtim rahatdır. Baxın şapirtlərimə təzədir. Təzə deyil əslində, köhnədir. Bundan öncə daha çox qırmışdım. Oy. İkimiz də falçığa girdi. Atdı toyuqlara. Züleyxa da məndən gördü, indi çox gətirəcək. Hə, gətirdim, indi geyindirəcəm. Gəldim. Yavaş yavaş gəl. Yürüş, o nədir? Yürüş, sən həqiqətidəsən. İki əlində yığıb da bacısı. Amma mənim əllərim onu yığmaq üçün nə əziyyətlər çəkilir. Amma ləsənim torpaq olur. Dostlar, bir baxın gəlin. Toyuqlar kef elədi. Dostlar. Əllərim palçıq olur. İndi gedək qoy yesinlər. Mən növbəti gündən salam hər kəsə. Videonu sonlaşdıra bilməmişdik. Yəni çox vaxt elə olur. Videonu çəkirik, sonra yarımda qalır. Buradan sağollaşıram hər kəsindən. Videomuzu bəyənin. Bəyəndinizsə like atıb, yorum yazmağı, şərh yazmağı, abunə olmağı unutmayın. Dostlarınızla da paylaşın. Abunə olsun, səhifəmiz böyüsün. Hamınıza buradan təşəkkür edirəm. Öpürəm hamınızı.